1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi iki hissəyə bölünüb. 1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kvadrat kilometrlik ərazisi Dağıstan vilayətinə birləşdirilib. 9000 kvadrat kilometrlik ərazisi isə Ermənistana verilib. Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirilib. 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlarımız işğal olunub. Bütöv Azərbaycana gedən yol bizdən, Günaz TV-dən başlayır. Hər vaxtınız xeyir əziz izləyicilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada, bölgədə, o cümlədən Güney Azərbaycanda baş verən önəmli hadisələri analiz edirik. Son zamanlar Qərb-İran qarşıdurması getdikcə gərginləşir. Tehran münasibətlərin, yəni bu gərginliyin ortadan qaldırılması əvəzinə görürük ki, vəziyyəti daha da mürəkkəbləşdirir. Böyük Britaniyanın Tehran'dakı səfirliyin dağıdılması da İran hakimiyyətində əslində yaxşı heç nə vəd etmir və çox maraqlıdır ki, Tehran bununla paralel olaraq qonşuları Türkiyə və Azərbaycanla da münasibətləri gərginləşdirməkdədir. Bu və digər məsələləri müzakirə etmək məqsədilə proqramımıza Real Respublikaçı Alternativ Hərəkatının həmsədri politoloq İlqar Məmmədov və politoloq Sədrəddin Sultanı dəvət etmişik. Xoş gəlmişsiniz. İlqar bəy, birinci sizdən başlamaq istəyirəm, çünki siz yenicə Kanadadan qayıtmışsınız və Kanadada beynəlxalq təhlükəsizlik tədbirində iştirak edirdiniz. Hansı məsələlər müzakirə olundu və kimlər qatılmışdı həmin tədbirə? Bu forum Halifax'da keçirilir. Bilirsiniz ki, Kanadanın Halifax şəhərinin yaxınlığında böyük hərbi bazı var və orada 3-cü ildiki dalbadal olaraq Amerikanın Müdafiə Naziri, Kanadanın Müdafiə Naziri, İsrailin Müdafiə Naziri bu dəfə qatılmışdı. Bir çox ölkələrin müdafiə nazirləri və təhlükəsizlik siyasəti ilə siyasətinə aidiyyatı olan siyasi şəxslər toplaşmışdı, təxminən 200 nəfərə qədər. Və dünyanın müxtəlif regionlarında olan və eləcə də bütövlükdə qlobal məsələlərə aid təhlükəsizlik məsələlərini müzakirə edirdik. Mən orada Rusiya mövzusunda, Rusiyanın keçmiş Sovet İttifaqı ərazisinə aid təhlükəsizlik məsələlərinə dair məruzə ilə çıxış elədim. Və hər regiona aid bir neçə maraqlı müzakirələr oldu. O cümlədən mən başa düşürəm ki, bugünkü verilişiniz aiddir İran mövzusuna, İran-Azərbaycan münasibətlərinə, İranla Qərbin qarşı durmasına. Orada doğrudan da çox maraqlı çıxışlar edildi. Həm İrana birbaşa aid, həm İsrail-İran münasibətlərinə dair Ehud Barak qeydlərlə çıxış elədi. İsrailin Müdafiə Naziri Suriyaya dair ayrıca müzakirə oldu. Suriya müxalifətinin bir-iki təmsilçisi də gəlmişdi, orada qatılmışdı. Ümumi vəziyyət deyim ki, məndə orada yaranan təəssürat yaxşı deyil. Yəni, kifayət qədər gərgindir vəziyyət. Hamı da bunu bilir və bir tərəfdən İsrailin İrandan narahatçılığı var. Yəni, nüvə silahının yaradılması mövzusunda. Digər tərəfdən Avropanın və Birləşmiş Ştatların da İsraildən narazıçılığı var. Yəni, həddindən artıq sərbəst fəaliyyət göstərməsindən, başqa dövlətlərlə nadir hallarda hesablaşmasından və eyni zamanda Amerika və Avropa həm də İranın davranışını məqbul saymır və nüvə silahına yiyələnməsi cəhdlərini pisləyir. Ona görə mürəkkəb bir düyün əmələ gəlib. Bu düyün necə açılacaq bilinmir. Orada Ehud Barak çıxış edərkən deyəndə ki, format belə idi. Bir jurnalistin sualına cavab verirdi. Və jurnalist ondan təkidlə soruşanda ki, bəs siz İranı
bombalayacaqmısınız yoxsa yox? O nə hə cavabı verdi, nə yox cavabı verdi, amma dedi ki, bilirsiniz necə, ola bilər ki, biz hər hansı bir addım atarıq, amma bunun üçün mən sizinlə ayrıca müsahibə keçirtməli olacağım və bəlkə gecə yarısı sizə bir gün zəng eləyərəm, o müsahibədə açıqlayaram mövqeyi. Məncə, bu özü kifayət qədər aydın məsələdir ki, İsrail İrana bombalamağın qarşısında dayanmayacaq. Yəni, bundan çəkinməyəcək. Əgər lazım olsa, lazım gəlsə deyə, bizim lazımdan deyil, yəni düşünülsə. Çünki İsraildə müxtəlif səslər var. Ən əsas mövzu burada nədir də? Bilirsiniz, İsrailin bombalaması deyil əslində. Yəni, Amerikanın İranı bombalaması deyil. Çünki vaxtında bilirsiniz, İsrail sərbəst şəkildə tək başına Suriyadakı bütün nüvə obyektlərini bombalamışdı, darmadağın eləmişdi və buna görə heç bir şey olmamışdı. Söhbət ona görə ondan gedir ki, İranın cavabı nə olacaq? Bax, bundan gedir. İran bu bombalamanı sadəcə həzm edəcəkmi, öz nüvə obyektlərinə qarşı və ya cavab atəşi açacaq? Cavab atəşi açacaqsa, bu tamamilə bir ssenaridir. Cavab atəşi açmayacaqsa, davam edəcəksə, bu da bir ssenaridir. Mümkün ssenaridir yeri gəlmişkən. Nədənsə bizdə elə düşünülür ki, kimsə İranın nüvə obyektlərini bombalasa, İran mütləq cavab verəcək. Bu cavab verməyə də bilər. Cavab verməyə də bilər, həzm eləyə bilər. Daxildə aqressiv belə təkidli ritorikanı, ifadələri, çıxışları qızışdıra bilər, düzdür, gərginləşdirə bilər, amma fiziki hərəkətə keçməyə bilər, hər hansı bir zərbə yendirməyə bilər qarşı tərəfə. O da bir mümkün variantdır. Hər halda görək, bir aydınlıq yoxdur hələlik. Təxminən bilirik ki, məsələ iki istiqamətdə gələ bilər və asılıdır, yəni bombalama cəhdindən və bombalamadan sonra İranın hansı addımlardan bəli. Əslində Sədrəddin bəy, İlqar bəyin də söylədik, yəni o konfransda ondan xəbər verir ki, konfransdakı müzakirə İranla bağlı məsələlər ciddiləşir. Son hadisə də, yəni giriş sözümdə də qeyd etdim, Böyük Britaniya səfirliyinin, Tehrandakı səfirliyinin dağıdılması. İki mövqe var. Bir qism deyir ki, İranda da bir qism deyir və beynəlxalq aləmdə çox az bir qism buna inana bilər ki, bu xaotik bir hərəkat idi. Ta ki, insanlar çıxdı və qarşısını ala bilmirlər, dağıtdı. Amma daha ümumi mövqe bundan ibarətdir ki, hücumun arxasında elə Tehrandakı hakimiyyətin özü dayanır. Siz necə düşünürsünüz? İlqar bəyin dediyi o İsrail o savaş məsələsinə var. Qısa bir ona münasibətimi bildirim. Əslində İsrail, Amerika Birləşmiş Ştatları, Qərb bildirir ki, hərbi əməliyyatlar variantı masanın üzərindədir. Yəni, mümkün bütün məsələlərdən, İrana qarşı aksiyalardan biri də hərbi əməliyyat aksiyasıdır və bu gündəlikdən çıxmır. Zaman-zaman bunu gündəliyə gətirirlər, beynəlxalq ictimaiyyətin rəyini öyrənmək üçün, İrandakı qüvvələri bəlləndirmək üçün bu məsələlərdən istifadə olunur. Amerika Birləşmiş Ştatları ilə Avropa Birliyi arasında keçirilmiş samitdə də dünyadakı iqtisadi vəziyyət, təhlükəsizlik və İran-Suriya məsələsi müzakirə olunur. Bizdə Avropa Birliyi İrana, Suriya və Belarusiyaya qarşı sanksiya tətbiq elədi. Həmən o toplantının nəticəsi olaraq, eləcə də Amerika Birləşmiş Ştatları İranın Mərkəzi Bankına, bu artıq elə-belə məsələ deyil, Mərkəzi Bankına sanksiya qoydu. Avropa Birliyi müzakirə eləyir Fransanın təklifin. O təklif ki, İranın xam neftinin idxalı ilə bağlı. Bu məsələyə etiraz edənlər... Müzakirə mərhələsi. Ona hələlik etiraz edir İtaliya, İspaniya və Yunanistan. Bilirsiniz ki, Yunanistan Rusiyadan neft alırdı, qaz alırdı, onlardan imtina elədi. İran neft və qazından təchiz olmasına üstünlük verdi. Gəlik Britaniya məsələsinə gələndə, ümumiyyətlə son bir ildə, az qala son 10 ildə İranla Böyük Britaniya arasında vəziyyət davamlı surətdə gərginləşməyə doğru gedir. Məsələn, 90-cı illərə qədər, 2000-ci illərə qədər British Petroleum İrandan 20.000 hektar torpaq sahəsi almışdı və burada maşınlar üçün yağlar istehsal edirdi, filan edirdi. British Petroleum İrandan çıxdı.
BP-nin İrandan çıxması artıq birinci siqnal idi. Bunun ardınca İran İngiltərəyə qarşı münasibətlərdə gərginlik mövqeyinin yolunu tutdu. Xatırlayırsa 2007-ci ildə 15 Şotland dənizçisinin tutulması, girov götürülməsi, onun ardınca 2009-cu ildə BBC-nin İrandan çıxarılması, bu ilin fevral 441-də o yerli müxbirlər, əməkdaşlar sayılırdı. Onlar müsahibə verdi BBC-yə, onları da həbs elədilər və sonraki bu ilin fevralında səhv eləmirəmsə İngiltərənin İrandakı keçmiş səfiri Simon Gez İrandakı vəziyyətlə bağlı müsahibə vermişdi. Bildirmişdi ki, İranda insan haqları pozulur, vəkillər öz müdafiə elədiyi adamları müdafiə eləyə bilmirlər və s. və əlaxır bu şəkildə İrandakı insan haqlarına bağlı müsahibə vermişdi. Onda İranın bütün rəsmiləri, parlamentin sədri, parlamentin təhlükəsizlik üzrə komissiya üzvləri, ayrı-ayrı adamlar bəyan elədilər ki, Simon Gez ölkədən çıxarılmalıdır. Yəni, persona non grata elan olunmalıdır. Amma nə oldu? Birincisi, Simon Gez'in o dövrdə İrandakı səfirlik müddəti başa çatmaq üzrə idi. Bir ay ya para ay qalmışdı. Bu yeni Dominik John isə təyin ediblər oktyabrda. Oktyabra qədər nə baş verdi? Oktyabra qədər İran atom nüvə proqramının hərbi yolla inkişaf etdirilməsi dünya ictimaiyyətinə bəlli oldu. Amerika Birləşmiş Ştatları da bunu aşkar dedi. Atom Enerjisi ilə Beynəlxalq Agentliyin hesabatına salındı. Bunun ardınca Böyük Britaniya İrana qarşı daha sərt tədbir gördü. Nədir? İlk dəfə olaraq Qərbdə İranın Mərkəzi Bankına sanksiyanı qoyan Böyük Britaniya olubdu. Böyük Britaniyanın İrana qarşı bu sərt mövqeyi son dərəcə maraqlıdır. Niyə? 1979-cu il fevral inqilabından sonra indikilərin şuarları Amerika ölüm, İsrailə ölüm, hətta Şurəviyə, Sovetlərə ölüm var idisə, Britaniya ölüm şuarı yox idi. Və İrandakı cəmiyyət üçün bir sıra hallarda İngiltərə lakmus rolunu oynayırdı dünyanın İrana münasibətində. Üstə gələk, BBC İranla bağlı məsələdə daha çox İran hakimiyyətinin mövqeyini təbliğ eləyirdi. Və BBC deyəndə, BBC ki, məsələn, İranla bağlı hər hansı sərt bəyanat verirsə, artıq ictimaiyyət də bilirdi ki, İranla bağlı məsələ neyədir? Amma siyasət artıq geridə qalır. İndi o siyasət artıq arxa pərdədə... Səfirin dağıdılması da pik nöqtəsi ilə. Arxa pərdədə olan məsələ kardinal üzə çıxdı. İngiltərə üzə çıxdı. Və İngiltərənin başçılığı ilə artıq yeni sanksiyalar, əvvəllər Amerika Birləşmiş Ştatları başçılıq eləyirdi bu prosesi. İndi həm də İngiltərə bu səhnədə aktiv rol oynamağa başladı. İran hakimiyyəti isə nə deyir? Bildirir ki, bu aksiyanı törədən bir qrup tələbədir. Düzdür, tələbədir, amma hansı tələbədir? Bu bəsiş tələbələrdir. Bəsiclər kimdir? Bəsiclər İslam İnqilab Keşikçiləri Qvardiyasının kadr bazasıdır və açıq məlumatlara, mənbələrə görə 13 milyona qədər bəsiş var. Bu bəsişlər də ölkədə əhalinin bütün təbəqələrində təmsil olunur. Onların o cümlədən tələbə bəsişləri də var. Tələbə bəsişləri təşkil edilənsə İnqilab Keşikçiləri Qvardiyası. Ardınca gəlirik. Əli Laricani, sonra Parlamentin Təhlükəsizlik Şurasının komissiyasının sədri Brucerdi aksiyadan sonra həmən o aksiya iştirakçılarını təqdir elədilər. Belə sözümü ona gətirirdim ki, yəni həqiqətən də sizin sözlərinizdən belə çıxır ki, bu xaotik bir əməliyyat ola bilməzdir. Bu arxasında elə hakimiyyətin özü dayanmışdır. Və həqiqətən mən dünən ya sıra gündə izlədim. Yəni İran parlamentinin spikeri də söylədi ki, yəni bu tələbələr etiraz da alğası idi və bu etiraz ediblər və bu gün də səhv etmirəmsə BBC-də Böyük Britaniyanın artıq ölkəsinə qayıdan səfirini dinlədim mən, İrandakı səfiri. O da söylədi ki, heç bir hərəkat Tehranın icazəsi ilə baş tuta bilməz İran içində. Ona görə, yəni İlqam mənə aydın deyil. Yəni vəziyyət gərgindir İranla bağlı. Təklənib faktı. Bir dənə Suriyada müttəfiqi, o da artıq laxlayır ölkədə Suriya rejimi, Əsəd rejimi. Qonşularla da münasibətləri gəlir. Məqsəd nə idi səfirliyin dağıdılması? Yəni, axı, onun ardınca da Avropa Birliyi ölkələri də dedilər, biz səfirlərimizi geri çəkəcəyik. Yəni, məntiq aydın deyil. İran nədən belə edir? Birincisi, İran nadir ölkələrdəndir ki, dünyada hansında ki, səfirliyə hücum
bir artıq ənənəsi var, mədəni ənənəsi var. Hələ 19-cu əsrdə Rusiya səfirliyinə yadınızdadırsa məşhur bir hücum olmuşdu, Qriboyedov öldürülmüşdü. Ondan sonra 79-cu il inqilabının əsas epizodlarından biri deməli Amerika səfirliyinin tutulması idi, orada girovların saxlanması idi. Arada başqa demək səfirliklərə başqa hücumlar da olmuşdu. Yəni bu mədəni xüsusiyyətdir, deyək ki, İran dövlətinin hətta bəlkə də ki, hansısa kritik dönəmlərdə başqa ölkələrin səfirliklərinə hücumlar olur. Digər tərəfdən düşünürəm ki, bu miqyasda əməliyyat Tehranın hər halda aparıcı rollu olmadan mümkün deyildi və senari kimi mən belə düşünürəm. Bu hücum nəticəsində təbii İngiltərənin səfirliyi oradan çıxarıldı və dağıtışdılar, diplomatlar hamısı qayıtdı evlərinə. Bəlkə də Tehran rəhbərliyi düşünürdü ki, bilirsiniz, bombalanma olacaqsa İsrailin və ya Amerika tərəfindən, bunun öncəsi həmişə səfirliklər ölkədən çıxarılır. Heç olmasa ailələri falan. O hamısı bütün ölkələrdə belədir. Məsələn, harda biz görmüşüksə ki, ciddi vətəndaş qarşıdurması, ciddi hərbi əməliyyatlar başlayır. Heç olmasa bir ay qabaq, 15 gün qabaq artıq kəşfiyyat mənbələrinin məlumatlarına əsasən deməli, diplomatların ailələri heç olmasa, sonra isə əsas heyət ölkələrdən çıxarılır. Həmin o əməliyyata məruz qalacaq ölkələrdən çıxarılır. Ola bilər Tehran bir sınaq keçirmək istəyirdi. Yəni ki, nə qədər zamanı, əlində nə qədər zamanın olduğunu bilmək istəyirdi. Bu hücum nəticəsində digər ölkələrdə həmən öz səfirliklərini İrandan çıxartsaydılar, halbuki bu baş vermədi, sadəcə bəyanat oldu. Tehran rəhbərliyində əminlik yarana bilərdi ki, zərbə yaxındadır, hücum yaxındadır. Yox, bu yəni qeyri-müəyyənlik var idi, onu test eləmək, sınamaq istəyirdi yəqin ki. Yox, bu olmadı, yalnız İngiltərə çıxdı, bütün başqa səfirliklər yerindədir, Rusiyasıdır, o birisi başqa ölkələrdir, hamısı yerindədir. Bu deməkdir ki, bu ona işarədir ki, hər halda zərbə yaxında deyil. Ona hər halda Tehranın aldığı bu hadisələrdən mesaj bu kimi ola bilər. Bu təbii ki, hamısı fərziyyədir. Amma əgər Tehran durubsa bu hücumun arxasında, mən rasional hər hansı başqa səbəb görmürəm. Amma bir məsələ də maraqlıdır ki, İran nüvə çalışmalarına əl çəkmək fikrində deyil. Belə olan halda da, yəni bugün olmasa da sabah müharibə proqnozları arta bilər. Yəni bu halda necə ola bilər? Məsələ ondadır ki, İranın, məsələn, 2006-cı ildə deyilirdi ki, İranın nüvə silahı əldə etməsinə 4-5 il qalıb. İndi biz bilmirik hansı mərhələdədir. O nüvə silahı artıq varmı, heç olmasa bir neçə ədəd? Və deyilən o çirkli nüvə silahı yarada bilərmi İran? Bax, biz onun bilmirik. Bəlkə də müəyyən hazırlıqlar da artıq son mərhələlərdədir İran. Əgər o, deməli, nüvə silahına sahib olacaqsa, artıq digər, daha təhdidli mövqedən danışacaq və Qərblə və İsraillə. Yox, yələnə bilməyəcəksə, o mövqeyi təbii ki, daha yumuşaq olacaq. Hal-hazırda ola bilər son aylarındadır, deməli, bu proses, o nüvə silahının hazırlanması prosesi və ya hətta bəlkə də tamamlayırlar. Ona görə hər gün onlar üçün əhəmiyyətlidir. O zərbənin endirilmədiyi hər gün İranın hərbiyyəsi üçün uduşdur demək olar. Bəli, belə bir versiyada var idi ki, əslində ərəb dünyasında bu inqilab dalğası başlayanda İran xımır-xımır öz işini gördü və düşünürdü ki, diqqət elə orada olacaq, mən öz işimi də davam etdirəcəm. Amma göründü ki, Guardian'da da məşhur məqalə bu yaxınlara çıxdı ki, hətta Böyük Britaniya hava zərbəsi endirə bilər. Ardınca İsrail prezidentinin məlum çıxışı ki, biz də vura bilərik. Bu məsələ yenə də beynəlxalq aləmin gündəmidir. Amma təklənən Tehran qonşusu Türkiyə ilə də olan qalan körpüləri yandırıb. Yəni, İranın Hərbi Hava Qüvvələri komandanı Tağızadənin söyləməsi ki, bizi vursalar, biz də NATO'nun Türkiyədəki hədəflərini vuracaq. Bu nə deməkdir? Bu da Türkiyəni qorxutmaq mı istəyirlər, yox istəyirlər ki, Ankara bir addım geri çəkilsin? Bu, Britaniya səfiri ilə bağlı İran hakimiyyət ki, deyir ki, bizim xəbərimiz yoxdur, onu spontan hazırlanı filan edib. Onda belə çıxır ki, İran hakimiyyəti ölkəyə nəzarət eləyə bilmir. Yəni, bunların
Haki ilə dedikləri bəyanat ki var, biz sərhəddən sərhəddə qədər bütün bölgələrə, hər şey ölkənin daxilində hər şeyə nəzarət edirik. Yəni bu diktatura rejimi ölkə nəzarət edə bilmir. Yaxud İranda bayaqlar İlqar bəyin dedi ki, bu ənənə var. Bilirsiniz, bir ay bundan öncə Azərbaycanın Təbrizdəki baş konsulluğunun götürülməsi ilə bağlı Ənsar-ı Hizbullah bəyanat verdi. Təkcə budur. Davamlı surətdə çeşitli səfirliklərin qarşısında bayraqların yandırılar, təhqir edilir və s. Və bununla da İran hakimiyyəti 1978-ci ildə Şahın dövründə diplomatik korpusların, diplomatik heyətin, əməkdaşların təhlükəsizliyin təmin olunması ilə bağlı beynəlxalq sənədi pozubdur. Həmən o sənədə, düzdür Şahın dövründə imzalanıb o sənəd. Amma sonradan o sənədə İran hakimiyyəti baxmayıbdır. Deməli, o sənəd varislik hüququndan qüvvədə qalmaqdadır. Yəni, İran 1978-ci ildə imza atdığı sənədi pozubdur. Özünün imzasını pozubdur. Gəlirik, sizinlə söhbət eləmişdik Əhməd Davudoğlu'nun Türkiyənin xarici işlərinin qonşularla sıfır variantı məsələsi və bu sıfır variantında biz dedik ki, bu mümkün olan bir məsələ deyil. Nədən? Çünki İranla Türkiyə arasında fərqli rejimlər, fərqli struktur, dövlət idarəçiliyi, müttəfiqlər, dünya baxışlar fərqli olduğundan bu iki ölkə arasında sıfır variantı mümkündür. Bu özünü hətta İranın Pirrakı ölkədən çıxarması ilə bağlı verdiyi hakülü qətnamədə də göstərdi. Sonra Murad Qara ilanın güya tutulması, tutulmaması ilə bağlı müəmmalı məsələlərdə də özünü göstərdi. Nə baş verdi? PKK və Pirrak elan elədi ki, biz Türkiye, İranla heç bir savaşa ehtiyacımız yoxdur. Bununla da gördü, ölkədən çıxartdılar hərbi birləşməni. İran isə bəyan elədi ki, mən Pirrakı ölkədən çıxartdım. Və perspektivdə nə baş verə bilər? Biz onu da demişdik. Perspektivdə Türkiyə təzyiq eləmək üçün hətta PKK və Pirrakdan İran hakimiyyəti yararlana bilər. Və əslində məlumatlar indi də gəlir ki, Suriya hakimiyyəti ki, Türkiyənin siyasətindən narazıdır və İran artıq PKK və PJK Türkiyəyə qarşı istifadə etməyə başlayıblar. Son terror olaydı Türkiyədə 24 əskər və zabitın qətli. Suriyalı PKK-lı komandir həyata keçirir. Bu da şübhələri artırdı. Və ardınca Möhsin Rızayinin Möhsin Rızayı İran İnqilab Keçiləri Qvardiyasının keçmiş komandandı. İndi də Məsləhət Şurasında Rəfsəncaninin katibi vəzifəsində çalışır. Onun tapınaq sahibi Erdoğan haqqında, Türkiyənin baş naziri Tayyip Erdoğan haqqında yazıb ki, Erdoğan siyonistlərin quludur və onları həyata keçirir. Bu təkcə onun dilindən səslənməyibdir. İranda başqa hərbiçilərin də dilindən səslənib ki, Türkiyə bölgədə Amerikanın və İsrailin cızdığı planı həyata keçirdir. Və heç də təsadüfi deyil ki, İranın ən yaxın müttəfiqi Suriyanın baş hökumətinin, dövlətinin başçısı Bəşar Əsəd Türkiyəni Osmanlı imperiyası yaratmaqda suçladı və bildirdi ki, bu müsəlman faktorundan, amilindən istifadə eləyərək ərəblərlə münasibətləri yaxşılaşdırır. Sədətin, üzr istəyirəm, burada bir sual vermək istəyirəm. Yəni, siz İranı içindən daha yaxşı tanıyırsınız. Mexanizm necədir? Məsələn, İran prezidenti və yaxud dini lideri sözdə deyirlər ki, Türkiyə bizə dost və qardaş dövlət. Amma görür ki, hansısa bir hərbi komanda fərqli bir fikir söylər, Türkiyəni təhqir edilir. Bu mexanizminiz otururlar, fikirləşir ki, mən belə deyəcəm, sən belə. Yəni, necə razılaşdırılır bu? Əslində, Türkiyə ilə İran arasında anlaşmalar var da, müqavilələr var. Bilirsiniz ki, bir müddətə Erdoğan hakimiyyəti gələnə qədər İran Türkiyə üçün təhlükəli dövlətlər siyasında idi. Təhlükəsizliyinə hədə gələcək. Yaşıl kitabda da var idi. Hədə eləyəcək bir dövlət siyasında. Amma 2009-cu ildə Erdoğan hakimiyyətə gələndən sonra İranı təhlükəli dövlətlər siyasından çıxartdı. Nə baş verir? İrandakı hakimiyyətin siyasət, onların ustaları ingilislərdir və onların çox həddindən artıq açıq fikirlərini bildirməzlər. Ayətullah Xamneyi türkdür və türk kimi də güya Türkiyə ilə münasibətlərin qurulmasında düzdür, o türklüyü qabartmır, daha çox İslam ümmetçiliyin qabardır. Güya o da müsəlman dövləti, bu da müsəlman dövləti, bu sayaq davam edir. Əhmədinəcad da saxta qardaş dost ifadələrini işlətməklə yola verməkdir. Amma altyapıda bunlar Türkiyəni sevmirlər. Nədən sevmirlər? Bu sevməməzliyin əsasında dini amillə yanaşı eyni zamanda
Türkiyənin də bölgədə fəal oyunçu, aktyor olması məsələsində gəlir. Amma burada bir sual aktuallaşır ki, üzr istəyirəm. Türkiyəni qəbul etməyə bilərlər daxildən olaraq. Amma axı Türkiyə, yəni elə bir siyasətinə, elə bir bəhanə vermir İrana. Türkiyə İrana görə qərblə qarşı durmaya getdi. O BMT Təhlükəsizlik Şurasında hətta dedi ki, əleyhinə səs verdi. İndi də deyir ki, bu müharibənin əleyhinəyəm, gəlin bu məsələ sülh yolunu həll eləyək. Ya belə olan halda nədən onda bunlar, yəni dost da yox, ətrafında normal qonşuluq, nədən bunu Türkiyə hədəf götürürlər? O anlaşılmır. Türkiyənin əleyhinə son zamanlar edilən çıxışların əsas səbəbi yeni radar sisteminin quraşdırılmasıdır, antiraket sisteminin quraşdırılmasıdır. Amma anlamalıdırlar ki, Türkiyə NATO ölkəsidir. Bəli, Türkiyə NATO ölkəsidir, bunu anlamalıdırlar. Tehranda anlamalı olduqları başqa məsələ də var. Türkiyəyə qarşı bu dərəcədə sərt danışan adam, ölkə, dolayısıyla Azərbaycana qarşı da sərt danışır və İranda xeyli sayda Azərbaycanlılar var və orada bir ağlını itirmiş general bəyan eləmişdi ki, Türkiyəyə qarşı hansısa zərbələr endirə bilər. Mən düşünürəm, İranın belə Türkiyəyə qarşı hər hansı hərbi cəhdi olarsa, Azərbaycan da Türkiyədə və Azərbaycanlılar, İranda yaşayan, xüsusilə yaşayan Azərbaycanlılar artıq nəinki deməli bəhanə, artıq ciddi səbəb tapacaqlar ki, İrana qarşı hansısa başqa əməliyyatlara keçsinlər. Yəni, həddini aşmaq olmaz. Azərbaycanlılar İranda böyük qüvvədir və əgər Türkiyəyə qarşı İran rəhbərliyi hər hansı bir əməliyyat, hərbi zərbə, hərbi müdaxilə düşünürlərsə, bu yalnız ondan xəbər verir ki, onlar ağıllarını tamamilə itiriblər. Əgər Azərbaycanda, Güney Azərbaycanda silahlı mübarizə başlasa, bunun nəticəsini o general şəxsən özü hiss edir. Bəli, onda Türkiyənin də ixtiyarı çatır, Azərbaycanın da ixtiyarı çatır ki, Güneydə yaşayan etirazçı qüvvələrə dəstək olsunlar. Və artıq bu haqq Suriyədəkindən daha çox olacaqdır. Yəni, ona görə orada mən düşünürəm Türkiyə ilə İran arasında rabitə tamamilə pozulmuyor. O ağıllarını itirmiş bəzi generallar nə deyirlərsə desinlər, o diyaloq davam etdirilməlidir Türkiyə ilə və İran arasında. Lakin Türkiyədə, Azərbaycanda o ehtimalı tamamilə kənara qoymamalılar ki, İranda bu milliyyətçi, tamamilə gerçəklikdən olan, uzaqda olan qüvvələr üstünlük təşkil edə bilərlər və İrana hansısa yanlış siyasət diktə edə bilərlər. Bax, o halda düşünürəm ki, Azərbaycanlıların İranda hərəkatı yeni, daha enerjili mərhələyə keçə bilər. Yəni, çox maraqlı məsələyə toxundu İlqar bəy də, bu Türkiyə-Suriya münasibətlərini örnək olaraq siz də vurğuladınız. Əslində, 2000-ci ildən başlayaraq Türkiyə-Suriya münasibətləri normallaşmağa başlamışdı. İki dövlət arasında yüksək səviyyəli əməkdaşlıq şurası quruldu, viz ortadan qaldırıldı, gediş-gəliş artdı, hətta hakimiyyətlər ailəlikcə dostluğa başladılar. Amma sonunda gördük ki, qətliam başlayan kimi Türkiyə ədalətin tərəfində durdu və indi Suriya rejimi münasibətlər gərgindir. İranla da eyni hadisələr baş verə bilər. Amma bir maraqlı məsələ də ondaydı ki, biz indi İranın hərbi hava qüvvələrinin komandanın bu şantajından danışırıq. Amma rəsmi Ankara bir açıqlama bildirmədi, münasibət bildirmədi. Bu da ondan gəlir ki, yəqin əhəmiyyət verməyiblər. Əslində, İranın hərbi qüvvələri, ayrı rəsmiləri aşağı-yuxarı Türkiyəyə davamlı sürətdə bu mesajı göndərirlər ki, Türkiyə NATO-dan çıxmalıdır. Çox böyük istəkləri var. Davamlı sürətdə. Üstə gələk, perspektivdə Türkiyənin İrana islahat elə, dəyiş mesajını, fikrini açıq şəkildə deməsi də nəzərdən qaçmamalıdır. Yəni, bunu deyəcək. Necə ki... İran hakimiyyəti bunu bilir. Necə ki, Suriyaya deyir. Necə ki, Afrikanın şimalında hadisələr baş verəndə Türkiyənin rəsmiləri açıq şəkildə Afrikanın şimalındakı bütün ölkələrin rəhbərlərinə və dünya bölgədəki ölkələrin rəhbərlərinə bu mesajı açıqca verdilər. Ondan sonraki dövrdə
İranla Türkiyənin rəsmləri bir-birinə gediş-gəliş elədilər. Baş verən ərəb ölkələrində baş verən hadisələrdən sonra və unutmuşam, harada oxumuşam. Amma orada belə bir fikir var idi ki, Türkiyə İran hakimiyyətinə də islahat keçid mesajını göndəribdir. Və baş verən bu sayaq həmin mesajı səhv etmirəmsə Gül Tehrana səfəri zamanı yanında oturmuşdu İran prezidenti. Onun yanında söylədi ki, dəyişmək lazımdır. Və bir maraqlı bir məqam da var ki, ona da fikrimcə diqqət çəkmək lazımdır. İranda bu sayaq ayrı-ayrı generalların, bəsiz komandanlarının və əlaxır və s. bu sayaq bəyanatlarla çıxış eləmələri, qıcıqlandırıcı fikirlər söyləmələri əslində hakimiyyətin içərisində parçalanmanın göstəricisidir. Nədən? Bilirsiniz ki, Afrikanın şimalında olan ölkələrdə, eləcə də İraqda, Suriyada bütlər sındı. Yəni, o rejimlərin heykəllər ki, qoyulmuşdu, o rejimlərin heykəlləri sındı. İranda isə bu heykəli bütün 2009-cu ilin prezident seçkisindən sonra sındırdı insanlar. Neylədi? Ayətullah Xomeyni'nin şəklini yandırdı, Ayətullah Xamneyni'nin şəklini yandırdılar. Qadınlar etiraz olaraq lütbədənə poz verdilər və etiraz səslərini çıxartdılar ki, biz bu rejimə etiraz edirik. Yəni, İranda 20 il bundan əvvəlki rejim deyil. O rejim içindən ovulmaqdadır. Deformasiya uğramaqdır. Baxın, fikir verin. Bir ölkəni müharibədən qurtarmış baş nazir bugün həbsdədir. Yəni, Hüseyn Musəvidən söhbət gedir. Bir ölkənin parlamentinin sədri həbsdədir. Dövlətin vuran əllərindən, İranın mafiya babalarından olan Rəfsanjani gözüm çıxdığına salınıbdır. Və bu bəzi məlumatlara görə Əhmədnijadda 314 nəfər dövlət məmuru haqqında dosye var. Əhmədnijadın öz müşavirini belə həbsə atırlar. Əhmədnijadın qohumu və həm qohumu da həm də tərəfdarda özlə bunlar panfarsist qüvvələrdə, yəni İranda Fars mərkəzli düşüncə sistemidir. İslam burada niqabdır, maskadır. Əslində qalsın alt yapısında bu Rəhəm Məşai Fars düşüncə sisteminin ideologlarından. O nə deyirdi? O deyirdi ki, İmam Hüseyni Həzrət Əlində təbliğ eləyirik. Elə bizim özümün Farslarımızın Rüstəmimiz var, dastanımız var. Onları təbliğ eləyək. Buna da dini qüvvələr, dini xadimlər etiraz elədi ki, necə yanırsan? Bu artıq İranda fərqli situasiyanın yaranmasına gətirib çıxardır. Bu baxımdan, baxın elə indi biz mütləq gəlib elə adamın başına bomba tökməzlər ki, İranda son vaxt, son bir ay ərzində neçə dənə partlayış baş verdi və ölkənin generalı öldü. Bundan əvvəl atom fiziki öldü. Yəni, nətər bu adama müharibə eləyərlər? Bir, hakimiyyət daxilində qarşıdurma var. İki, hərbi bazaları bombalanır. Üç, vətəndaşların narazılığı artır. Dörd, bunun mərkəzi maliyyə qurumuna sanksiya tətbiq olunur və bu artıq beynəlxalq miqyasda maliyyə əməliyyatları aparmağı məhdudlaşacaq. Xam nefti artıq əvvəllər, məsələn, bir müddət əvvəl Amerika Birləşmiş Ştatları bəyanat vermişdi ki, İrana qarşı sanksiyada neft silahından istifadə olunmayacaq. Sonra bunu neynədi? Bunu İranın generallarından biri dedi ki, səhv eləmirəmsə Yəhya Səfəvi idi, Ayətullah Xamneynin hərbi müşaviri. Dedi ki, biz neft silahından da istifadə edə bilərik. Və hətta amma ərəb dünyasında baş verən inqilablar göstərir ki, o silah işləmir. Və indiki artıq fransızların təklifi, Fransa hakimiyyətinin təklifidir də neftin, İrandan neft idxalının qarşısının alınması və bəyan deyilədilər ki, biz İrandan neft idxalının qarşısını ala bilərik və onu başqa dövlətlərin hesabına ödəyərik. Bununla da İranın artıq əlində olan neft silahı kozunu da çıxır. Yəni, əslində qapanır. Liviya örnəyi var. Liviya üçün də deyirlər ki, neft ölkəsidir. Ora bu cür sanksiyalar tətbiq olunmalı, amma olunur. Lazım gələndə olunur. İlqar bəy, siz İran-Azərbaycan münasibətlərini toxundunuz. Həqiqətən də bizim söhbətimiz tədricən İran-Azərbaycan münasibətlərinə yaxınlaşır. Yəni, münasibətlər, hazırki münasibətlər son dərəcə gərgindir. Əgər keçmişdə tutaq ki, İrandan biz ayda bir açıqlama eşidirdiksə Azərbaycan əleyhinə, bugün az qala hər həftə, hər gün Azərbaycan əleyhinə bir açıqlama gəlir və İran ayətullalarının da bizim yazıcı Rafiq Tağının ölümünə görə məsuliyyəti öz boyunlarına götürməsi aşkar.
fitvanı təsdiq etməsi də əslində bu münasibətlərdə dırnaqarası bir yenilikdir. Belə çıxır ki, artıq İran Azərbaycanda vətəndaş öldürməyə başlayıb sifarişini verir və bunda da qəbahət heç nə görmür. Siz bu son olayı necə dəyərləndirirsiniz? Birincisi, Rafiq Tağının öldürülməsi ilə bağlı fetva əlbəttə ki, Azərbaycan-İran münasibətlərinin ayıb səhifəsidir. Xüsusilə ona görə ki, həmin o Lənkəraniyə qarşı İran dövləti hər hansı bir cəza tədbiri görmədi. Heç bir İran xadimi Azərbaycan vətəndaşının həyatına deməli həyatını tənzimləyə bilməməlidir. Və İranda bunu hər kəs yaxşı başa düşməlidir. Yox, başa düşmürsə onu izah eləmək lazımdır. Azərbaycan-İran münasibətləri indiyə qədər təəssüf ki, sadəcə sırf diplomatik quru münasibətlər olub. Yəni dostluqdan, səmimilikdən, istilikdən, heç bir sıcaqlıqdan heç bir əlamət olmayıb. Bu çox təəssüf doğuran haldır. Çünki belə münasibətlər Azərbaycanın məsələn Güney Amerikada yerləşən hər hansı bir ölkə ilə münasibətləri ola bilər, uzaqdan uzağa. İran isə bizim qonşumuzdur və təbii ki, İranla yaxşı münasibətlərin, yəni diplomatiyadan daha yaxın münasibətlərin qurulması arzu olunan idi. Amma İranda bəzi qüvvələr var ki, İran Azərbaycana indiyə qədər öz əyaləti kimi baxırlar və hesab edirlər ki, Azərbaycana nə demək mümkündürsə, nə etmək mümkündürsə onu edəcəyik və Azərbaycan bunu rahatlıqla qəbul eləyəcək, heç bir şey eləməyəcək. Müəyyən dərəcədə haqlıdırlar, müəyyən dərəcədə. Çünki biz görürük ki, Azərbaycan rəhbərliyindən heç də həmişə lazımi səviyyədə cavab eşidilmir. İranın bəzi rəsmilərinin təhdidlərinə qarşı. Bu da açığı o qədər də yaxşı hal deyil. Digər tərəfdən Azərbaycanın da durumu o qədər də yaxşı deyil. Biz bilirik ki, bu yaxınlarda BMT qətnaməsi qəbul olundu İranla bağlı, İranda insan hüquqları ilə bağlı və Azərbaycan tutaq ki, hər hansı bir deməli mövqe ifadə eləmədi orada. Yəni nə tərəfsiz qalmanı əslində zalda yox idi. Otaqda, səs vermə otağını tərk eləmişdi. İranda əslində bu mövqedə İranda qorxaqlıq əlaməti kimi dəyərləndirə bilər ki, Azərbaycan nə qədər qorxuduruq, o geri çəkilir. Əgər 106 dövlət sözü bir yerə qoyub BMT Baş Assambleyasında hər hansı mövqe ifadə eləyirlərsə, nədən Azərbaycan onlara qoşulmasın? Cəmi 9 dövlət, yaxud 8 dövlət idi deyəsən, İranın mövqeyini dəstəkləyən, onların biri Ermənistan və mən anlaya bilmirəm ki, nədən Azərbaycan rəhbərliyi bax belə səhvə yol verdi. Çünki Azərbaycan bir mənalı öz münasibətini göstərməlidir. İnsan hüquqları ilə bağlı, yoxsa orada insan hüquqları pozulmur. Yoxsa orada başqa problemlər yoxdur. Bax, düşünürəm Azərbaycan rəhbərliyinin də İranla əlaqədar apardığı siyasət bəli, adekvat deyil. Yəni, mütləq, əlbəttə dostluq üçün bütün əsasları tapmaq lazımdır. Dostluq münasibətləri üçün bütün əsasları tapmaq lazımdır. Amma dostluq ondan yaranmır ki, sən sadəcə sənə təhdid edəndə sən susursan. Xeyr, sən fəal olaraq İranla dostluq bağlarını axtarmalısan, təklif eləməlisən, gücləndirməlisən. Yoxsa ki, adını dostluq deyəndə deməli, qonşuluq qoyub da normal qarşılıqlı münasibətlər, qonşuluq münasibətləri deyib də sənə qarşı hər hansı bir addım olanda susursansa, sənin vətəndaşın öldürülür, hələ bilinmir kim öldürüb, amma hər halda sən susursansa, oradakı o bəzi xadimlərə cavab vermirsənsə, yəni susmaq o artıq qonşuluq da deyil. Azərbaycan artıq qeyb olur, elə bir yox olur siyasi səhnədən. Əksinə düşünürəm ki, ümumilikdə İranla bağlı strategiya, Azərbaycan rəhbərliyin strategiyası ondan ibarət olmalıdır ki, biz hər bir halda qonşu dövlətlərlə dostluq
münasibətlərini möhkəmlədək, yaradaq və möhkəmlədək. Və bu istiqamətdə heç bir addım görülmür. Əksinə, tamamilə səhv salınır anlamlar və biz sadəcə rəsmi Bakı sadəcə İranın dediklərinə susur. Bax, bu qəbul olunmazdı. İndi bu günlərdə deyəsən prezident aparatından bir məmurumuz ora səfər edir. Nə haqda danışacaqlar, hansı mövzuları toxunacaqlar, o hələ biləcəyik səfərdən sonra. Amma ümumi strategiyası Azərbaycan rəhbərliyinin İrana dair, İranla münasibətlərə dair təbii ki, yanlışdır. Əslində, Azərbaycan hakimiyyət mənsublarına sizin də doğru qeyd etdiyiniz kimi münasibət gözləyirdi cəmiyyət ki, bu əgər fitva verilirsə qonşu dövlətin buna bir reaksiya verilməlidir. Bir hakimiyyət mənsublarından biri belə bir fikir işlətdi ki, hakim partiyanın üzvü ki, əslində bu rəsmi bir insan dilindən çıxmayıb orada bu fitva. Bir molla deyib, Ayətullah deyib. Ayətullah balaca adam deyil. İran siyasi sistemində balaca adam deyil. O belə bir fikir işlətdi ki, bəs buna elə Azərbaycandakı din xadimləri reaksiya verir. Həqiqətən biz hakimiyyətdən gözləyirik. Xeyr. Çünki İranda din xadimləri dövlətin bir hissəsidir. Din, deməli, din dövlətin quruluşuna aid. Yəni bir siyasi, ona görə Azərbaycanda da cavab siyasi qurumdan gəlir. Tamamilə razıyam. Sadəcə yəni belə bir fikir də var ki, həqiqətən bizim hakimiyyət cavab verməli. Amma məndə bir sual dayanır ki, həqiqətən bizim din xadimləri və yaxud İslami qüvvələr deyirik, onların təmsilçiləri niyə susurlar? Yəni bu bizim dinimizə uyğundurmu ki, başqa dövlətin bir ayətullası üçüncü dövlətin ölkə vətəndaşının fitvasını versin? Baxın, bu Ayətullah Məhəmməd Cavad Lənkəraninin bu Rafiq Tağının öldürülməsi ilə bağlı Azərbaycan xalqına təbrik deməsi bəyanatı birinci hal deyil. Çünki o fitvanı, Rafiq Tağının ölümü ilə bağlı fitvanı ondan 2006-cı ilin noyabrında Bəni Fəzil, bir də ki, atası Ayətullah Fazil Lənkərani vermişdi. Yəni, bu günləri Azərbaycan hakimiyyəti vətəndaşı öldürüləndən sonra münasibət bildirməməlidir. Əslində qalsa, Azərbaycanla İran İslam Respublikası arasında bu şəkildə münasibətlər neçə illərdir pozulur. İran qışqırır, bizimkilər susur. İran qışqırır, bizimkilər susur. İranda Səhər televiziya kanalının Azərbaycan türkçəsində yayımladığı proqramı əgər bir də baxsaq, bu birbaşa Azərbaycana qarşı siyasi ideoloji təxribatdır. Və Azərbaycandan hansısa bir məmurun İran İslam Respublikasına gedib hansısa bir məmurla görüşüb, bir-birini yalandan öpüb qardaş deməsi filanı, bu da cəfəngiyyətdir, buna da inanmaq olmaz. Niyə? Dəfələrlə Azərbaycanda ölkənin müxtəlif səviyyələrində prezidentindən tutmuş, ta ayrı-ayrı nazirliklərə qədər davamlı surətdə İran hakimiyyətinə deyilib ki, Səhər televiziya kanalı ilə bağlı məsələyə baxın. Amma bunun qarşısını almır, informasiya ilə qarşılamaq lazımdır. Yəni, nə etməlidir? İran Səhər kanalı ilə Azərbaycana qarşı siyasi ideoloji təxribat aparırsa, Azərbaycan Respublikasına uyğun addım atsa, adekvat olaraq atsa, İran hakimiyyəti bilər ki, kimin cücəsi çoxdur. Özdə təcrübə də göstərir ki, İran hakimiyyəti güclə hesablaşır. Amma bilirsiniz, mən biraz başqa cür fikirləşirəm, üzr istəyirəm. Mən düşünürəm ki, əslində heç bir televiziya kanalı Azərbaycana qarşı təxribat törətmək qabiliyyətində olmazdı, əgər Azərbaycanın içində televiziyalarda kifayət qədər azadlıq olsaydı. Yəni, Səhər kanalı nəyi göstərir? Səhər kanalı onu göstərir, o şeyləri göstərir, hansı ki, bizim kanallar onun üstündən keçirlər, onu göstərmirlər. Həm də onu göstərirlər. Həm də, təbii. Amma ki, əsas, deməli, problemin tərəfi ondan ibarətdir və burada təkcə ondan söhbət getmir ki, oradan bizə təxrib. Bizim özümüzdə də az deyil və Azərbaycanın media sahəsi, məkanı düzgün tənzimləsəydi, biz heç bir İrandan yayımlanan heç bir televiziya kanalı Azərbaycanda təxribat yarada bilməzdi. Çünki niyə? Çünki kifayət qədər populyar olmazdı. Əgər o problemləri öz kanallarımız, öz dilimizdə, öz vətəndaşlarımızda göstərsəydi, danışsaydı, onlarla müzakirə eləsəydi, ona görə yanaşmanı məncə bax belə qurmaq da düzgün olmaz. Əslində sizin dediklərinizdə ziddiyyət yoxdur, sizin fikirləriniz bir-birini tamamlayır. Sədrəddin bəy
bəy dediyi də məncə doğrudur ki, həqiqətən təxribat var və İlqar bəylə mən tamamilə razıyam ki, əgər Azərbaycanın öz kanalları var, özəl kanalları, doğru dürüst belə müzakirələr açılsaydı, insanlar, vətəndaş cəmiyyətin fəalları, müxalif düşüncəli insanlar çağırılıb, fikirləri öyrənsəydi, Cənub bölgəsində bu qədər populyar olmazdı. Bir-birimizə ziddiyyət demirik, təbii, zidd istisna eləmir. Dediklərimiz bir-birini istisna etmir, amma bu da çox önəmli tərəfdir. Mən ardın gətireyim, axı İranın ölkəmizdə səhər televiziya kanalının nümayəndəliyi var. İRNA-nın nümayəndəliyi var, İSNA-nın nümayəndəliyi var, İran radiosunun nümayəndəliyi var. Sonra İRNA ilə Mehir, Fars, İranın agentliklərinə Trend agentliyi, Azərtac arasında müqavilələr imzalandı. Üstə gələk, səhər televiziyasından Azərbaycan televiziyası, dövlət televiziyası arasında müqavilə imzalandı. Bəli, 1994-cü ildə imzalandı. Bəli. O müqavilə geri oxunmayıbdır. Azərbaycanın İranda neçə dənə uyğun qurumu var. Azərbaycan Respublikasının İranda yalnız Azərtacın nümayəndəliyi var. Onda bir sualı belə də qoyulur. Tutaq ki, bizim özəl kanallar öz nümayəndəsini göndərmək istəsə, elə ora gəlirəm. Bəli. Dəfələrlə Azərbaycanın özəl kanalları, xəbər agentlikləri davamlı surətdə İran hakimiyyətinə müraciət edib ki, ölkədə nümayəndəliklərin açısından İran bunların heç birisində müsbət cavab verməyibdir. Nəyə gətirib çıxardırıq? Ona gətirib çıxardırıq ki, səhər kanalı yalnız və yalnız qaz, işıq məsələsi ilə bağlı danışmır ki, onu Azərbaycan televiziyaları göstərmir. Bunu Cənub ya başqa yerlərdən var. Səhər televiziya kanası birbaşa Azərbaycan ərazi bütövlüyünə, Azərbaycanın konstitusiyasına qarşı çıxışlar aparır. Ölkəmizdəki din xadimlərinin Rafiq Tağı ilə bağlı Lənkəraninin bəyanatına münasibət bildirməməsi məsələsinə gələndə isə bəlli olur ki, Azərbaycanda din xadimləri və dini icmalar nə səviyyədədir. Nə səviyyədədir? Ona görə də parlamentin sədr müavini Bahar Muradova dediyi, İranın mollasına Azərbaycan mollası cavab verməlidir. Niyə? Ayətullah Lənkəraniyə Azərbaycanda təqlid eləyən şiə yoxdur. Azərbaycan şiələrin təqlid elədiyi İraqdakı, Nəcəfdəki Sistanidir, Ayətullah Sistanidir. Bir də ki, İranda bilmirəm kim olar olmaz, amma əksəriyyəti şiələri Sistaniyə təqlid edir. Lənkəraniyə isə Azərbaycanda təqlid eləyən şiə yoxdur. Atası Fazil Lənkəraniyə təqlid eləyən şiə var idi, amma bala Məhəmməd Cavada təqlid eləyən şiə yoxdur. Ona görə onun cavabın Azərbaycan Qafqaz Müsəlmanları İdarəsi var, o verməlidir ki, bu sayaq olmaz. Azərbaycanda İslam Partiyası var, yaxasıncını hicabla bağlı dava edir və üstə gələk, İslamın müqəddəs kitabında insanların öldürülməsi ilə fitva məsələsi yoxdur. Ona görə də İran hakimiyyəti ayrı bir məsələdir, İslam isə ayrı bir məsələdir. İnsanı öldürmək, bəşəriyyəti öldürmək. Bəli, bir insanı öldürmək. Bunu öyrədir və biz burada tutaq ki, Azərbaycan Prezident Aparatı rəsmisi Əli Həsənovun indi İranda səfərdədir, o səfərə toxunduq. Əlbəttə ki, ümid edirik ki, səfər müsbət nəticəsi müəyyən məsələlərə aydınlıq gəlsin. Amma həqiqətən də bu elə bir nəticə əldə olunacağına da inam yoxdur. Görünür, biz bu hələ İranın təxribatlarıyla çox üzləşəcəyik. Qonaqlarımıza minnətdarım bildirəm. Sağ olun. Seyircilərimizə də xatırladıram ki, bugünkü proqramımızın qonaqları Respublikaçı Alternativ Təşkilatın həmsədri və politoloq İlqar Məmmədov və politoloq Sədrəddin Soltan idi. Əziz seyircilər, bu proqramda da deyildi, Azərbaycan əslində bütün qonşularla normal dost münasibətlərin tərəfdarıdır, amma təəssüf ki, qonşularımızdan biri torpaqlarımızı işğal edib, digəri isə Azərbaycan müstəqilliyini həzm etmir və daim bizi şantaj etməklə məşğuldur və bu cür bizə problemlər yaradır. Ancaq bu problemlərə alışmaq yox, bu problemin həlli istiqamətində ciddi addımlar atmaq lazımdır. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.